İndi isə baxırıq mürəkkəb adlar mövzusuna. Biraz əvvəl də demişdik ki, yəni əvvəlki dərslərimizdə mürəkkəb adlar ismi birləşmə sayılırdı. Məsələn, desək ki, hansı variantda ismi birləşmə var? Əgər biz variantda mürəkkəb ad götürsək, həmin variantı işarələyə bilərik. Yəni, mürəkkəb adlar ismi birləşmə sayılacaq. Yenə mürəkkəb adlar ən azı 2 sözdən ibarət olacaq. Sintaktik təhlil zamanı parçalanmayacaq. Varlığı tək olan adlardır, yəni nə isə adlandırır. Tək olanları adlandırır. Bu baxımdan xüsusi isimlərə oxşuyur. Amma fərqi nədədir? Xüsusi isimlər bir sözdən ibarətdir, mürəkkəb adlar 2 sözdən. Tutaq ki, Cavid olacaq bu isim, yəni xüsusi isim, amma Hüseyin Cavid mürəkkəb addır. Və ya Kür isimdir, xüsusi isimdir. Kür çayı mürəkkəb addır. Fərqimiz buradadır. Ən azı 2 sözdən ibarət oldu, parçalanmadı, varlığı tək olanların adını bildirdi və ismi birləşmə sayıldı. İndi isə mürəkkəb adların yazılışına baxırıq. Birinci əsas qaydamız nə ilə başlayaq? Tərkibindəki bütün sözlər böyük yazılanlar. Başlığımız belə olacaq. Tərkibindəki bütün sözlərin baş hərfi böyük olanlar. Deməli, tərkibindəki bütün sözlərin baş hərfi böyük olan mürəkkəb adlar. Birinci başlığımız bununla bağlıdır. Deməli, nələrə aid olacaq? Ad, soyad, təxəllüs, ləqəb, nisbə, ölkə, vilayət, diyar, Muxtar Respublika, Cümhuriyyət. Bunların da hamısı böyük olacaq. Məsəl üçün deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası hamısı böyükdür. Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri hamısı da böyüklə olacaq. Deməli, bunları görsək, bütün sözlər böyük olacaq. Tutaq ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə fərqi yoxdur, artıra bilərik. Deməli, hamısı böyük olacaq. Amma nəyə yadda saxlayaq? Tərkibindəki bəydir, ağadır, xanımdır, qızı, oğlu. Bu sözlər gəlsə, bu sözlər olacaq kiçiklə. Qalanlar böyük gedir. Sonra ikinci qaydamız. Daha sonra dövlət orqanları. Yəni qurumlar. Tutaq ki, Bakı şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi. Daha sonra birlik, cəmiyyət, akademiya, universitet, kollec, institut, sonra teatr, filarmoniya,
siyasi partiyalar, bir də tarixi günlər. Məsələn, Dünya Azərbaycanlıların Həmrəylik günü, Beynəlxalq Qadınlar günü deyə bilərik. Siyasi partiya tutaq ki, Yeni Azərbaycan partiyası, teatr, filarmoniya tutaq ki, Azərbaycan məsəl üçün kukla teatrı deyə bilərik. Burada hamısı böyükdür. Universitetlərdə yenə tutaq ki, Dilçilik İnstitutu, Beynəlxalq Multikulturalizm mərkəzi deyə bilərik. Nazirlər Kabineti, Azərbaycan Respublikasının Milli Məclisi. Bunlarda hamısı, bütün sözlər böyük hərflə olacaq. Və hamısı böyük olan, ən çox qabağımıza çıxan çaşdırıcı mürəkkəb adları yazacağım. Onları da yaxşı formada yadda saxlayaq. Məsələn, tərkibində gün olan, biraz əvvəl dediyimiz tarixi günlər var idi ki, məsələn, Beynəlxalq Ana Dili günü. Deməli, bunlara tərkibindəki sözlərin hamısı böyük olan mürəkkəb adlardır və bir də burada yazmamışıq rəmzlər, dövlət rəmzləri. Tutaq ki, Azərbaycan Respublikasının dövlət bayrağı, dövlət himni, dövlət gerbi hamısı böyük olacaq. Məsələn, Bakı şəhər icra hakimiyyəti hamısı böyükdür. Normalda indi deyəcək ki, Bakı şəhərdə, Bakı böyük, şəhər kiçikləndir. Amma qurum olduğuna görə qurumlarda hamısı böyük gedəcək. Yenə Qazax rayon təhsil şöbəsi qurum olduğuna görə hamısı böyük. Qədim yazılı abidələrlə bağlı deyə bilərik. Yəni yazıram abidələr. Abidə deyəndə biz bura qala, saray, fərqi yoxdur. Körpü, hamısına aid eləyə bilərik. Məsəl üçün deyək ki, bir də burada əsas düşənlərdən nəyi yadda saxlayaq? Orxon Yenisey abidələri çox düşür. Burada Orxon Yenisey abidələrində o da böyükdür. Yenisey sözündəki y da böyükdür. Çünki bu insan adıdır. Orxon Yenisey abidələrində 2 dənəsi böyüklə gedəcək ad olduğuna görə. Yenisey abidələri. Amma qalanda Şirvanşahlar sarayı, Qız qalası, Şuşa qalası bu tiplərdə birinci söz böyüklə gedəcək. Deməli, indi danışacaqlarımızda tərkibində nə qədər söz olsa da, yalnız birinci sözü böyüklə yazılanlardır. Qalanlar kiçiklə yazılandır. Məsələn, birinci olaraq su ilə bağlananlardan başlayaq. Tutaq ki, dəniz, çay, göl, okean, körfəz, ada, yarımada, burun, boğaz. Bu burun-boğaz amonim sözdür, həm də coğrafi termin olaraq gedəcək. Deməli, bunlarda birinci söz böyük olacaq. İkinci quru sahəsindən bağlı başlayaq. Yəni, dağ, dərə, təpə, düz, yəni mil düzü, muğan düzü şəklində, səhra, yüksəklik, meşə. Digərində kənd, şəhər, rayon, qəsəbə, küçə, prospekt, meydan, xiyaban. Bu imtahanlara düşənlərdəndir. Deməli, xiyaban sözündən nə daha çox qabağımıza çıxır? Şəhidlər xiyabanı. Şəhidlər xiyabanında yenə ş böyük olacaq, amma xiyaban kiçiklə olacaq. Buna diqqət eləyək. Şəhidlər xiyabanı. Sonra bayram adları. 4-cü qayda. Bayram. 5-ci dövr. Dövrlərdə tutaq ki, qədim dövrdə, məsələn, Tunç dövrü, paleolit dövrü deyə bilərik.
Amma nəyə diqqət eləyək? Bu əsas qeydlərimizdəndir ki, dövrlərə izah edici söz artırdıqda həmin söz də böyük hərflə yazılacaq. Məsələn, alt paleolit dövrü tutaq ki. Normalda birinci hərf böyükdür, amma bu tiplərdə əlavə etdiyimiz izah edici söz də böyüklə yazılacaq. Sonra sülalə, tutaq ki, Səfəvilər sülaləsi, tayfa. 7-ci, tarixi hadisələr. Məsələn, biz buna döyüş deyə bilərik, müharibə deyə bilərik. Sülh, müqavilə. Bunlarda da birinci söz böyük, qalanlar kiçiklə olacaq. Məsələn, deyə bilərik ki, Çaldıran döyüşü. Daha sonra lisey, gimnaziya, şöbə, fakültə, vəqf, məktəb. Bu tip sözlər olanda yenə birinci söz böyük, qalanlar kiçiklə gedəcək. Məsələn, deyirəm ki, Dəyanət vəqfi, Avropa liseyi, humanitar fənlər gimnaziyası. Burada tutaq ki, terminologiya şöbəsi, filologiya fakültəsi. Bunların hamısında birinci söz böyük, qalanlar kiçik hərfdən gedəcək. Bir də fəxri adlarda. Deməli, fəxri adlardan özək hissə böyüklə yazılacaq. Qalanları kiçik. Məsələn, deyə bilərik ki, əməkdar incəsənət xadimi, xalq şairi, əməkdar müəllim. Bu hissə ilə bağlı qeydlərimiz bitdi. İndi isə nəyə baxaq? Dırnaq içərisində yazılanlara. Bunu qeyd olaraq davam eləyək. Yəni, qeyd olaraq yazaq ki, orden, medal, mehmanxana, kafe, restoran, opera, balet, kinofilm, qəzet, jurnal, nəşriyyat və s. artıra bilərik. Yəni, bunlardan ad olan hissə, ad olacaq dırnaq içərisində, ilk sözdə böyüklə. Qalanlar da kiçik hərfdən gedəcək. Deməli, məsələn, deyə bilərik ki, 7 gözəl poeması tutaq ki, Uzaq sahillərdə filmi, Hacı, şeyx, seyid, sultan, bəyim artıra bilərik.
və s. Bunlar birinci tərəfdə gələrsə titul sayılacaq və böyük hərflə yazılacaq. İkinci tərəfdə gələrsə kiçiklə yazılacaq. Məsələn, desəm ki, Şah İsmayıl böyük olacaq. Amma İsmayıl Şah burada kiçiklə gedəcək. Artıra bilərik. Azərbaycan bayrağı ordeni, vətənə xidmətə görə orden, ana və oğul povesti və s. artıra bilərik. Bunlarda ad dırnaqda, qalanlarda birinci söz böyük, qalanları kiçiklə gedəcək. Bir dənə insan adı olanlarda diqqətli olaq. Tutaq ki, Leyli və Məcnun poeması deyəndə Leyli də Məcnun da böyük olacaq, çünki insan adıdır. Qalanlar bu formada gedir. Bir də nəyə diqqət eləyək? Növbəti qeyd olaraq da bunu yazaq ki, məsələn, ağa, bəy, şah, xanım kimi sözlər var ki, və s. artıra bilərik. Tutaq ki, Mirzə sözü var. Bir də bəzi mürəkkəb adlar var ki, onların xüsusi bir qaydası yoxdur. Biz sadəcə olaraq yazılış olaraq yadda saxlamalıyıq ki, bu sözlər necə yazılır. Yəni, konkret bir qayda danışmırıq. Sadəcə həmin mürəkkəb adları əzvər yadda saxlayaq ki, yazılışı necədir. Məsələn, Azərbaycan Respublikasının prezidenti hamısı böyük olacaq. Azərbaycan Respublikasının vitse-prezidenti olduqda amma vitse-prezident kiçik olacaq. Sonra Azərbaycan Respublikasının baş naziri. Baş böyükləndir, nazir kiçikləndir. Azərbaycan Respublikasının Milli Məclisinin sədri. Milli Məclisdə böyük olacaq. Sədr kiçik olacaq. Sonra Azərbaycan milli qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı hamısı böyük olacaq. Sovet İttifaqı qəhrəmanı. Sonra Azərbaycan Respublikasının Səhiyyə Naziri. Burada səhiyyə də kiçik olacaq, naziri də. Sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfat Naziri. Burada kənd də kiçikdir, təsərrüfat da kiçikdir. Nazir də kiçikdir. Bu, ümumi danışdığımız qaydalardır. Və bir də qeyd kimi nəyi yadda saxlayaq? Bəzi tarixi günlərdə rəqəmlə yazıldıqda aylar böyük olacaq. Tutaq ki, deyirəm ki, 8 mart. Amma 8-i mən hərflə yazarsam, mart onda kiçik olacaq. Bu qaydanı da yadda saxlayaq. Bir də mürəkkəb adlar eyni zamanda xüsusi isimlər. Hər ikisi cəmlənə bilər. Amma cəmlənsə də yenə böyük olaraq qalır. Tutaq ki, Nizamilər desək və ya Hüseyin Cavidlər desək, Cəlil Məmmədqulu Zadələr desək, yenə də böyük hərflə yazılacaq. Yəni kiçiyə keçirmirik. Cəm şəkilçisi artırsaq da böyük hərflə qalacaq. Məsələn, qeyd olaraq yazıram, yadda qalsın. Tutaq ki, Həzim Aslanovlar. Yenə də böyük hərflə qalacaq.